boyda. O balacanı mənim, yəni qızım kartofu göyərti ilə xoşlamır deyə biraz göyərtisiz kartofla hazırladım. Amma siz belə eyni boyda 3 hissəyə də bölə bilərsiniz. Baxın, yayıram, içiliyi çəkirəm və istəsəz yenə də zövqə görə pendir, istədiyiniz pendiri rəndədən keçirdə bilərsiniz. Pendirsiz də dadlı alınır. Belə yığıram və belə videoda gördüyünüz kimi kəsirəm. Biraz basıram üzərinə. Üzərinə yumurtanı çəkib qoyuram 180 dərəcədə qızdırılmış sobada bişsin. Baxın, belə çox dadlı, yumuşaq, çox gözəl bulkilər alınır. Siz də hazırlayın, nuş olsun sizə də. Kanalıma abunə olmağı və like qoymağı unutmayın. Çox sağ olun.